Salam mənim əzizlərim. Belə bir açılım eləyirik. Ağlınızda olan insan qarşınızda olsaydı sizə nə demək istərdi? Ona baxaq. Mən hansı zamana niyyət etdim? Video nə zaman qarşınıza çıxdı? O zamana aiddir. Daxilində saxladığı sözlər, sizə qarşı hissi, peşmanlığı, sizə nə demək istərdi və sizdən gözləntisi. Deyir ki, susmağım səni görməməkdən deyil, sadəcə tələsmək istəmədim. Daxilimdə hər şeyin zamanı var. Səbir istədim. Səbir kartı çıxdı. Sizə qarşı hissi. O düşünür ki, həyatımda bir dövrü tamamlayan, məni dəyişən insansan. Peşmanlığı. Daxilimdə deyir, nə hiss etdiyimi bilirdim, amma ürəyimi açmaqdan qorxurdum. Səni hiss etdim, amma bunu sözə çevirə bilmədim. Yəni, çakrası bağlı olub. Sizə demək istədiyi nədir? Deyir ki, sənin varlığın məni sağaltdı. Bunu gec başa düşdüm, amma sən mənim üçün bir dərs yox, sanki bir şəfa oldun. Məni sağaltdın. Səndən gözləntisi nədir? Deyir, əgər yenidən barışsaq, danışsaq, nə yalnız sən aşırı öhdəlik götür, nə də mən aşırı öhdəlik götürüm. Bu dəfə bərabər olaq, biz olaq. Çox gözəl çıxdı. Bu qədər mənim əzizlərim. Əgər bu mesaj sizə toxunduysa, videonu bəyənib paylaşmağı unutmayın.